Çox sağ olun, dəyərli Sahibə xanım, hörmətli həmkarlar və hörmətli hökumət üzvləri. Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi ilk növbədə dövlət başçısının müəyyən etdiyi əsas prioritetlərin dayanıqlı iqtisadiyyatın, sosial rifahın, təhlükəsizliyin və çevik idarə etmənin maliyyə təminatıdır. Bu çıxışda rəqəmlərə müraciət etmədən konseptual olaraq Azərbaycanın keçdiyi yola, yeni dünya düzənində enerji və iqtisadi transformasiyasının mahiyyətinə, 2026-29-cu illəri əhatə edən büdcə arxitekturasına və strateji yol xəritəsinə nəzər salmağa çalışacağım. Ölkəmiz artıq resurslara əsaslanan dövlət modelindən imkanlar yaradan dövlət modelinə mərhələli keçid edərək, təkcə neft gəlirlərinin bölüşdürülməsi ilə məhdudlaşmır, əksinə, investisiya axınlarının strateji istiqamətlərə yönəldən, innovasiya və modernizasiyanı stimullaşdıran, iqtisadiyyatın yeni inkişaf fəlsəfəsini formalaşdıran güclü dövlətə çevrilmişdir. Bu kontekstdə xüsusi vurğulanmalıdır ki, 2026-cı il dövlət büdcəsində həm neft gəlirlərinin, həm də dövlət neft fondundan ayrılan transfertlərin azaldılması məqsədyönlü siyasətdir. Bu addım fiskal konsolidasiya deyil, iqtisadi modelin yeniləşməsinin, qeyri-neft sektorunun dayanıqlı inkişafının maliyyə əsasını formalaşdıran siyasi qərardır. Cənab Prezident İlham Əliyev bu mərhələni öz sözləri ilə belə xarakterizə edir. Biz neftdən asılılığı azaltmalı, qeyri-neft sahələrinin əsas inkişaf xəttinə çevirməliyik. Azərbaycanın gələcəyi bilik iqtisadiyyatında, texnologiyada və yaşıl enerjidədir. Əgər bugün biz post-neft dövrünə hazırlaşmasaq, sabah gec olar. Qlobal enerji sistemi artıq köhnə məntiq üzrə fəaliyyət göstərmir. OPEC-in hesablamalarına görə 2050-ci ilə qədər dövrdə enerjiyə tələbat 85% artacaqdır. Bu kontekstdə bərpa olunan enerjiyə keçid sürətlənməlidir. OPEC və digər təşkilatların statistikalarına görə neft tələbatı sabitləşir, karbon emissiyalarının azaldılması siyasətləri sərtləşir, yeni enerji dəhlizləri formalaşır və geosiyasi güc balansı artıq dəyişir. Bu bir məqamı da qeyd etmək istərdim ki, bugün enerji yalnız iqtisadi resurs deyil, həm də diplomatik təsir və strateji təhlükəsizlik aləti kimi çıxış edir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu son illərdə daha da güclənib, yaşıl enerjiyə keçiddə bu daha da artacaqdır. Qlobal iqlim çağırışları fonunda Azərbaycanın enerji siyasətinin əsas sütunlarından biri yaşıl enerji transformasiyasını daha da sürətləndirməlidir. Bununla bağlı Xəzər dənizində iri miqyaslı külək enerji layihələrinə artıq hazırlıq işləri gedir. Günəş və külək parkları fəaliyyətə başlayır. Azad edilmiş ərazilərdə və o cümlədən də Naxçıvan Muxtar Respublikasında yaşıl zona elan edilib. Nəticədə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin elektrik enerji istehsalındakı payı 14%-dən 30%-ə, qoyuluş gücü isə 18%-dən 37%-yə çatdırılmaq hədəf qoyulmuşdur. Cənab Prezidentin ifadələri ilə desək, bizim hədəfimiz Azərbaycanı yaşıl enerji ixrac edən ölkəyə çevirməkdir. Bu həm iqtisadi, həm də ekoloji baxımdan strateji prioritetimizdir. Dünya Bankının hesablamalarına görə yaşıl enerji investisiyalarını cəlb edə bilsək, ümumdaxili məhsul müsbət təsir edəcək, minlərlə iş yeri yaradılacaq, ixrac potensialı güclənəcək və xarici sərmayə cəlbi daha cəlb edici görsənəcəkdir. Hazırki və gələcək büdcə çərçivəsində bu tipli hesabatların nəzərə alınması bu sahənin gələcək inkişafında mühüm rol oynaya bilər. Eyni zamanda tullantıların idarə olunması, tullantıların enerji çevrilməsi, enerji səmərəliliyi və təkrar istehsal kimi istiqamətlərin də büdcədə ayrıca dəstəklənməsinə ehtiyac var. Bu məqsədlə yaşıl tullantı və enerji fondunun yaradılması, enerji çevrilməsi layihələrinin maliyyələşdirilməsi, bu sahədə illik nəticələrin büdcə hesabatında ayrıca göstərilməsi səmərəli olardı. Bu tədbirlər həm ekoloji dayanıqlığı, həm də enerji keçidini daha sürətli və iqtisadi cəhətdən faydalı edə bilər. Sonda təmsil etdiyim rayonla bağlı da problemləri çatdırmaq istərdim. Belə ki, 7 məktəbin tikintisinə, 17-sin əsaslı təmirinə,
Qarabağlı, Qaraçala, Kürsənginin 27 kilometr yolun təmirinə böyük ehtiyac var.